Salam, hər vaxtınız xeyir olsun. Vlog kanalımın dəyərli izləyiciləri, bu günləri hava çox isti olduğu üçün Nəbatat bağına gəldim və bura gəlmişkən istədim ki, bu gözəllikləri çəkim, sizlərlə də paylaşım. Onu da qeyd edim ki, bağın girişində maşınlarınızı rahatlıqla saxlaya biləcəyiniz böyük bir parkovkası da var. Təmirdən sonra ilk dəfə olaraq bağa gəldim, Nəbatat bağına gəldim və buranın gözəlliyi məni həqiqətən də valeh etdi. Bağa giriş adam başına cəmi 2 manatdır. Mən də kassaya yaxınlaşdım, biletlərimizi aldım. İş saatları səhər saat 9-dan axşam 17:00-a kimi idi. Amma bu günləri hava isti olduğu üçün həqiqətən də adam sıxlığı yaşanırdı. Ali məktəb tələbələri və əlillik dərəcəsi olan insanlar üçün giriş 50 qəpik idi. Hala bunları bu. İçəri girdikdə ilk qarşımıza çıxan məlumat lövhəsi oldu. Nəbatat bağının həqiqətən də bu cür gözəlləşməsində, yəni hər bir burada güllərdir, bitkilərdir, hər birinə əmək sərf olunub, əməyi keçən insanlar var burada. Onları da burada sizlərlə çəkib paylaşdım. Yəni onlarla da salamlaşdıq, keçdik. Gördüyünüz kimi insanlar öz əməkləri ilə burada çox gözəl bir bağ qurublar. Allah hər birindən razı olsun ki, bu cür gözəllikləri ölkəmiz üçün, paytaxtımız üçün yaradırlar, zəhmət çəkirlər. Səkilərin sağında, solunda göz oxşayan bir-birindən gözəl güllər əkilmişdi. Onu da unutmamışkən qeyd edim ki, vətən müharibələri qəhrəmanlarına, qazilərə, daha sonra isə məktəbə qədər uşaqlardır, məktəblilərdir və onları müşahidə edən müəllimlərinə belə bura giriş tamamilə pulsuzdur. Təmirdən sonra burada qurulan su fəvvarəsinin səsi də adamın sanki ruhunu dincəldirdi. Burada deməli lifli Washingtonia adlanan möhtəşəm bir nəhəng bir palma ağacına rast gəldim. İnanın ki, ağacın təxmini diametri bəlkə də 3 metrə olardı. Çox iri bir nəhəng palma ağacı idi. Yəni buna da valeh oldum. Həqiqətən də valeh olmamaq mümkün değildi. Çox gözəl nəhəng bir palma ağacı idi. Rayonlara gedib dincələ bilməyənlər həftə sonları rahatlıqla gəlib burada istədiyiniz qədər dincələ bilərsiniz. Yasəmən gülünü də o qədər sevirəm ki, burada da rast gəldim Yasəmən gülünə, qoxlamamış dura bilməzdim. Yasəmənin yeni açmış güllərinin ətri inanın ki, insanı bihuş edirdi. Bağın içində bir-birindən gözəl, fərqli, saysız hesabsız dekorativ ağaclar, güllər var. Dərinliyə getdikcə hava da burada artıq baxırsan ki, yəni kölgədir. Çox sərindir. Və gördüyünüz kimi bu gülün də gözəlliyinə valeh oldum. Çox gözəldilər. Görün necə gözəldilər. Rəngi möhtəşəmdir. Çox gözəl görünürlər. Bu cür dekorativ ağaclar həqiqətən də bağın içərisində çoxdur. Həddindən artıq saysız hesabsızdır. Bağın içərisində gəzərkən yol ayrıcılarında məlumatlandırıcı lövhələr də vurulub. İnanın ki, çoxdandır heç bu qədər gəzməmişdim. O qədər gəzdim ki, bağın içərisində. Sonda həqiqətən də çox yorulmuşdum. Ayaqlarım ağrıyırdı. Amma gözəl bir yorğunluq idi. İnsanın ruhu dincəlir həqiqətən də bu cür gözəlliklərin içərisində. Burada hətta bal arılarına da rast gəldim.
Çalışdım ki yaxından sizlərə də çəkim göstərim. Bal arıları yasəmən çiçəyinin üzərindən şirə çəkirdilər. İnanın ki, sanki cənnətə düşmüşdüm. Çox gözəl bir məkandır həqiqətən də. Oksigenlə dolu, havası o qədər gözəldir ki. Mütləq gəlin bu cür yerləri sizlər də gəzin, dolaşın, övladlarınızı da gətirin. Çox gözəl bir yerdir. Bağın içərisində oturmağa skamyalar da var, rahatlıqla dincələ bilərsiniz. Yuxarıda da gördüyünüz kimi belə bir körpü var. Həmin o körpünün üzərinə də insanlar çıxırlar. Biz də təbii ki çıxdıq. Körpünün üzərindən də baxdıqda alov güllələri görünür. Təbiət mənzərə çox gözəl görünür. Burada artıq körpünün üzərinə çıxmışıq biz də. Yuxarıdan aşağı baxdıqda mənzərə çox gözəl görünür. Hər tərəf yaşıllıqdır. Bura Nəbatat bağı paytaxtımızın həqiqətən də oksigen mənbəyidir. Yəni mən belə deyərdim. Paytaxtımızın görüntüsünə gözəllik qatan alov güllələri də buradan aydın şəkildə görünür. Bura gələrkən sadəcə yeməyinizi götürün, yəni nə yeyəcəksinizsə evdən özünüz üçün yemək götürün, termosda çay götürə bilərsiniz, suyunuzu alın, şirənizi alın və gəlin, oturun, dincəlin, gəzin, dolanın. Həqiqətən də çox gözəldir, möhtəşəm bir mənzərəsi var. Ən əsas da oksigeni ciyərlərinizə çəkməlisiniz, çünki buranın havası çox gözəldir, yəni oksigenlə zəngin, çox gözəl havası var. Onu da nəzərinizə çatdırım ki, burada su bitkilərinə də rast gələ bilərsiniz. Baxın, gördüyünüz bunlar hamısı, bu bitkilər suyun içərisində bitib. Bu ərazidə evi olan insanlar, burada yaşayan insanlar hər gün bu cür gözəl oksigenli havanı ciyərlərinə çəkirlər. Baxın, gördüyünüz bu güllə də Astevin gülləsidir. Bu da buradan tam aydın şəkildə görünür. O qədər gəzib yorulmuşdum ki, artıq körpüdən düşərkən yaxşı ki lift var idi, ayaqla düşmədim və liftlə düşdüm. Bağın içərisində iri bir kafedə fəaliyyət göstərir. Həmin bu kafenin də xidmətlərindən istifadə edə bilərsiniz. Bağın ərazisi həddindən artıq çox iridir və burada demək məktəbli uşaqlara da rast gəldi, öz müəllimləri ilə gəlmişdilər. Daha sonra isə qeyd etdiyim kimi gəlinlər var idi burada, çəkiliş aparırdılar, şəkil çəkdirirdilər, piknik edənlər var idi və sizlərə göstərdiyim kafedə, bu kafedə gördüyünüz kimi içəridə də hər bir şey var, insanlar da oturmuşdular. Sizlər də təbii ki bura gəlsəniz, istəsəniz kafenin də xidmətlərindən istifadə edə bilərsiniz, içəridə oturub dincələ bilərsiniz, yeyə bilərsiniz, içə bilərsiniz, yəni hər bir şey var. Əgər yorulsanız, baxın bu cür belə oturub ayaqlarınızı uzatmaq üçün qəşəng bir skamyalar da var. Görürsünüz güllərə, ağaclara necə burada gözəl qulluq edilir. Vaxtı-vaxtında hamısı sulanır. Baxın bu ağac da diqqətimi çəkdi. Görürsünüz necə gözəldir. Yarpaqlarının rəngi çox qəşəngdir.
Məlumat lövhəsində gördüyünüz kimi burada ayrıca olaraq uşaq meydançası da var. Buranı da çəkib sizlərlə paylaşmağı özümə borc bildim. Övladlarınızı aparsanız, inanın ki, övladlarınız orada qətiyyən darıxmayacaqlar. Стой, не поднимайся, а потом можешь спуститься. Не поднимайся. Burada çox gözəl bir nəhəng çınar ağacına rast gəldim. Üzərində şərq çınarı yazılmışdı, amma çoxlarımız bunu xan çınarı kimi tanıyırıq. Ağac gördüyünüz kimi nəhəng, möhtəşəm bir ağacdır. Bunun kölgəsi nəyə desən dəyər. Burada da bitkilərin adaptasiya prosesi davam etdiyi üçün giriş içəri müvəqqəti olaraq dayandırılmışdı. Amma sağ olsun nəzarətçi gördü ki, şüşədən çəkirik, ona görə də qapını açdı bizə, imkan yaratdı, içəridən biraz çəkiliş etdik. Hal-hazırda içəriyə giriş yox idi, amma birazdan istilərə doğru, yaya doğru getdikcə içəriyə də girişə icazə olacaq. Məktəblilərə də burada rast gəldi. Gördüyünüz bu uşaqlar da hamısı məktəblilərdir. Dəyərli izləyicilərim, ümid edirəm ki, bu videonu bəyənərsiniz. Əgər bəyənsəniz, mütləq yaxınlarınızla da paylaşın. Kanalımda hansı vloqları görmək istəyirsinizsə, mütləq şərh bölümündə qeyd edin. Ümidvaram ki, bu vloqumu zövq alaraq izlədiniz. Yaya doğru bu cür gözəl, gəzməli, görməli yerlərin vloqlarını görmək istəyirsinizsə, çəkməyimi istəyirsinizsə, mütləq şərh bölümündə qeyd edin. Yeni videolarda, yeni vloqlarda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Allaha əmanət olun, sağ olun, salamat qalın.